Salam şagirdlər, bu videoda Güvən 8-dən Sınaq 22-nin bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar Sınaq 22-də sual 1-dən. Bizə deyir aşağıdakılardan hansının simmetriya mərkəzi yoxdur? Kvadratın var, parçanın da var, tabii ki mərkəzi simmetriya mərkəzidir. Paralelogramın da var, amma uşaqlar şuanın nəyi vardı deyirik? Şuanın başlanğıcı var idi, sonu isə yox idi. Ona görə şuanın simmetriya mərkəzi yoxdur. Cavabımız olar D variantı. İkinci sualda isə aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadə deyil? Şöyle qarşılıqlı sadə ədədlər hansı ədədlər demişdik? Bir ardıcıl ədədlərə demişdik qarşılıqlı sadə ədədlər. Bir də ortaq böləni olmayan ədədlər demişdik qarşılıqlı sadə ədədlər. 7 ilə 11 qarşılıqlı sadədir. 1 ilə 10 qarşılıqlı sadədir. 13 ilə 15 qarşılıqlı sadədir. 12 ilə 14 isə hər ikisi ortaq bölənləri 2 var deyə ona görə qarşılıqlı sadə deyil. Cavabımız olar D variantı. Sual 3-də isə deyir x-in hansı müsbət qiymətində 5x bölək x üstəgəl 2 və x bölək x çıxar 2 kəsrənin qiymətləri bərabərdir. Onda bu və-nin əvəzinə mən bərabər yazsam, bərabər götürəm. Neyinirəm? Tənasüblə çarpaz vurub basacam. Mənə verir 5x kvadrat çıxar 10x bərabərdir. X kvadrat üstəgəl 2x. Keçirsəm, bir tərəfə əldə etsəm, 5x kvadratı çıxar 10x çıxar x kvadrat çıxar 2x bərabərdir 0 kimi yaza bilərəm. Sadələşdirək. 4x kvadratı çıxar 12x bərabərdir 0. 4x'i ortaq müxtərə çıxardıram, ortaq vuruq çıxardıram. Qalır nə? X çıxar 3 bərabərdir 0. İndi hansı 0-dır uşaqlar? Vuruqların hər birini 0 bərabər göstərəcək. 4x 0-dırsa x 0-dır. X çıxar 3. Əgər 0-dırsa x bərabərdir 3. Bizə nə demişdi? X-in hansı müsbət qiymətində? X 0 ola bilməz. Çünki bərabər demir. Müsbət qiymət deyil. Onda x nəyə bərabər oldu? 3-ə. Cavabımız C variantı olar. Dördüncü sualda isə bizə verib NA, yəni A çoxluğunun elementlərinin sayı 12. N A çıx B 7 olarsa A və B çoxluğunun kəsişməsinin elementlərinin sayını tapın. Baxaq. Şöyle bu olsun. Venn diaqramına görə A, bu olsun B. Deyir A'da 12 element var. A ilə B-nin fərqi bizə nəyi verir? Yəni A'dan B-ni çıxanda bax bu hissə alınır. Diqqətlə baxın. Bax bu hissə. Bu hissədə 7 element var. Düzdür? Onda B-dən isə 12-dən mən 7-sini çıxıram. Qalır necə 5. Onda B-nin yalnız içində 3, 4, 5 dənə element var. Yox uşaqlar, yanlış dedim, üzrləyə sevindim. Baxın, deyir ki, N-A-da ümumi A-nın içində, yəni bu qaraladığım yerin içində 12 dənə element var. Və N-A-dan B çıxanda 7 qalır. Yəni A-dan B çıxanda hansı hissə qalır? Baxın, bu hissə qalır, düzdür? Bu hissədə 7 dənəsi var. 1, 2, 3, 4, 5, 6, 7. İndi A-da tək 12 dənəsi, deməli burada 1, 2, 3, 4, 5 dənə var ki, bu 5 dənənin cəmi bu 7 dənənin cəmi bizə nəyi verir? 12-ni verir. Deməli A ilə B-nin bizə nəyi soruşur? Kəsişməsinin elementlərin sayı oldu 5 dənə. Cavabımız olaraq C variantı. 5 dənə A ilə B-nin kəsişməsində, deməli A kəsişmə B bərabər olar 5. Daha sonra 5-ci sualda isə deyir 3 və 12 ədədlərinin həndəsi ortasını tapın. Tutaq ki 3 və 12 ədədinin həndəsi ortası x-dir. Onda x-in kvadratı bərabər olmalıdır. 3 vur 12. X-in kvadratı 36-dırsa x bərabər olar 6-ya. Cavabımız olar A variantı. 6-cı sualda isə bu ifadəsinin qiymətini hesablayın. 20-də 51 bölək 12'də 17, yəni vuraq 17'də 12 kimi yazıram onu. Bir də vuraq 3'də 10.
bərabərdir. İxtisar edək, bununla bu gedir 3 qalır, bu 3-dən də bu 3 gedir. 20 ilə 10 gedir 2 qalır, bununla bu gedir qalır 6. Cavabımız olur 6. Yəni B bəndi. 7-ci sualda isə 5x üstə 1 bölü x çıxaq 1 bərabərdir 7 tənini həll edin. Məxrəcinə 1 yazıb çarpaz vursaq, alacağıq 5x üstə 1 bərabərdir 7x çıxaq 7. Keçirsək bir tərəfə, deməli dəyişənləri bu üzə keçirsək, ədədləri bu üzə. Olacaq 8 bərabərdir 2x. Onda x bərabərdir nəyə? 4-ə. Cavabımız D variantı olar. 8-ci sualda isə 5-də 4 ədədini faizlə ifadə edin. Ədədi faizlə ifadə edirik. Vururuq nəyə? 100%. O da bizə nəyi verir? 80%. Cavabımız A variantı olar. 9-cu sualda isə ABC üçbucağında deyir ki, DY paraleldir nəyə? AC-yə. Lap yaxşı. BD deyir 6-dır. BD bura 6-dır. DY isə DY haradır uşaqlar? DY isə 8-dir. AC 12-dir. Bizdən AD-ni soruşur. Buranı soruşur. Necə taparıq? Uşaqlar, əgər DY AC-yə paraleldirsə, onda bilirik bu bucaq alfadırsa, bu da alfadır. Bu betadırsa, bu da beta. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdir. Bu da nədir uşaqlar? Bu da ortaq olduğunu bilirik də. Onda bu üçbucaqlar oxşardır. Deməli, kiçik üçbucaqla, yəni belə deyək, DBC ilə ABC nədir? Oxşardır. Oxşarsa, onda uyğun tərəflər nisbəti bərabərdir. Yəni deyirəm, yəni betanın qarşısındakı tərəfin, yəni kiçik üçbucaqdan götürürəm. Yəni 6-nın böyük üçbucağın betasının qarşısındakı tərəfə, yəni nə? 6 üstəgəl x nisbəti bərabərdir. Alfanın qarşısındakı kiçik tərəfin, yəni 8-in, daha doğrusu üzr istəyirəm, alfaya bitişik oturacağın 8-in alfaya bitişik böyütəcəyə 12 olan nisbət. Çarpaz vurub açsaq və yaxud bunu ixtisar edək, yaxşısı budur. Qalır nə? 3-də 2. Sonra çarpaz vursaq, alırıq 2 vuraq 6 plus x bərabərdir 3 vur 6. Burada alırıq 12 üstəgəl 2x bərabərdir 18. 2x bərabərdir 6, x bərabərdir 3. Onda AD olar 3 cm. Cavabımız olar D variantı. 10-cu sualda isə kök adda 65-in kvadratı çıxaq 16-nın kvadratı. Uşaqlar, kvadratlar fərqin kökün altını yazaq. Yəni yazaq 65 çıxaq 16, bir də 65 üstə girir 16. Bu bizə nəyi verir? Kök altında 49 vur 81. 49-dan kök çıxır 7, 81-dən 9. Hasili 63 edər. Cavabımız A variantı olar. 11-ci sualda isə 3 bölək x çıxaq 2 bərabərdir. Üzrüstəm. Çıxaq bir də 2 bərabərdir 1. Tənliyini həll edin. Gəlin 3 bölək x çıxaq 2-yə dəyməyək. 2-ni keçirək, mənfi 2-ni keçirək, sağ olsun 3. 3-ü nəyə böləndə 3 eləyər? X çıxaq 2 bərabərdir 1-dirsə, x bərabərdir 3. Cavabımız C variantı olar. 12-ci sualda isə qonşu bucaqlardan biri digərinə 3-də böyük, kiçikdir. Bu olsun x, bu olsun 3x. Bu, bundan 3 dəfə kiçikdir. Bu bucaqların fərqini tap. Bizdən 2x-i soruşur. Niyə? 3x çıxaq x-i soruşur da. Qonşu bucaqların cəminin nə olduğunu bilirdik. Açıq bucaq verdiyini bilirdik. Onda alıram 4x 180 isə x bərabərdir 45-dir. Bizdən 2x-i soruşur. Yəni 2 vur 45. Bu da eləyər 90 dərəcəli düz bucaq. Cavabımız olar C variantı. 13-cü sualda isə şəkildə A, B-yə, o da C-yə paraleldir.
Deyəsən bu Fales teoremidir. Amma baxaq. Bu da olsun 3. Aha. Deməli bu A düz xəttdir, B düz xəttdir, C düz xəttdir. A paraleldir B-yə, o da paraleldir C-yə. Olarsa bizə deyir ki, bura 9-dur, bura 12-dir. Bura x-dir, bura isə y-dir. Bizə deyir x-la y-in cəminin 7 olduğunu bilərək x-i soruşur. Necə tapa bilərik? Şola biz bilirik ki 9-un x-ə olan nisbəti 12-nin y-ə olan nisbətinə bərabər olmalıdır. Fales teoreminə görə. Çarpaz vursa alırıq 9y bərabərdir 12x. Və nə edə bilərik? Hər tərəfi 3-ə ixtisarləsək alıram 3y bərabərdir 4x. Bunu dəymirəm. Və bundan istifadə edəcəm indi uşaqlar. Aşağıya baxın. Yazıram x üstə y bərabərdir 7, düzdür? Gəlin bunu 3-ə vuraq hər tərəfin. 3-ə vursaq hər tərəfin. Alırıq 3x üstə gəl 3y. Yox, gəlin 4-ə vuraq ki. Yox, bircə saniyə. Deməli 3y 4x almışıq. Bizdən x-i soruşur. Onda y-ə gətirək də. Hər tərəfin 3-ə vursam, alacam nə? 3x üstə gəl 3y bərabərdir 21. Doğrudurmu? Məndə 3y nədir burada? Almışam 4x almışam. Onda mən 3x-in üstünə 4x gəlsəm, 3y-in əvəzinə yazdım uşaqlar. Bərabərdir 21 alaram. 7x əgər 21 isə, onda x sözü nədir? 3-dür. Bizdən nəyi soruşulur? X-i soruşulur. Cavabımız isə oldu B bəndi. 14-də isə rombun isə simmetriya oxu var. Təbii ki, 2 dənə diagonalları. Cavabımız olar B bəndi 2 dənə. Uşaqlar, rombun diagonalları onun simmetriya oxudur. 15-də isə 15-də deyir ki, kater 36 km çayın axını istiqamətində və 16 km göldə gedərək bütün yola 5 saat vaxt sərf etdi. Aha. Çayın sürəti 4 km olarsa katerin. Aha. Gəlin çayın axını ilə və göldə. Deməli, çayın axınına gedəndə sürətimiz tutaq ki, deyək, x-dir. Göldə x-dir, çayın axınına olacaq x üstə gələk 4-düzdür. Bəli. İndi nədir? 5 saat vaxt sərf etdi. Uşaqlar 36 km bir dəqiqə çayın axını istiqamət 36 km və göldə getdi. 5 saat vaxt sərf etdi. Deməli mən 36 kilometri bölürəm sürətə. Düzdürmü? Bu sürətdə x üstə gəl 4-ə. Bu olur çayda getdiyi müddət. Üstünə gəlirəm. 16 kilometrdə göldə gedib. Çünki göldə su durğun olduğu üçün orada üstünə nə 4 gəlirik, nə də 4 çıxır. Çünki orada su dayanır. Bərabərdir. Bu zamanla bu zaman cəmi deyir 5 saatdır. Elə deyir, 5 saat vaxt sərf etdi. Sonra deyir, kater durğun sudakı sürəti neçədir? Yəni bizdən x-i soruşur. Durğun sudakı sürət. Görək bu bizə nəyi verər? Orta məxrəcdə x vuraq, x üstə gəl 4. 36x üstə gələk 16x üstə gəl 64 bərabərdir 5. Sadələşdirək 36, 16. Eləyir 52x üstə gəl 64 bərabərdir 5x kvadratı üstə gələk 20x-a. Keçirsək bir tərəfə. Alaram 5x kvadratı üstə gəl 20x çıxaq 52x üstə gəl 64 daha doğrusu çıxaq 64 bərabər. Daha sonra sadələşdirsək bunu 5x kvadratı üstə gəl çıxaq 32x çıxaq 64 bərabərdir 0. Düzdürmü? İndi burada diskriminantla həll edək. Diskriminant bərabərdir b kvadrat, yəni 32 kvadrat çıxaq 4ac olacaq. Burada mənfi deyil olacaq. Üstə gələk 4 vur 5 vur 64.
64 bərabərdir. Hesablayaq 32-nin kvadratı nə edər uşaqlar? 32 vur 32. 64 96. Deməli 1024 eləyər də, düzdürmü? 1024 üstə gələk 20-ni də 64-ə vuranda nə eləyər? 128 yanında bir 0. 1280 bərabərdir. Bu bizə nə verər? 2304 mesela bir şeydir. Deməli 4 0 1 7 3 2304. Deməli uşaqlar yazıram x1 bərabərdir. X2 bərabərdir. Mənfi b yəni 32 üstə gələk köşətdə 2304 bölə 2a yəni 2 vur 5. Bir də 32 çıxar kökətdə 2304 bölək 2 vur 5 bərabər. 2304-dən nə çıxırdı görək? Deməli 48. Deməli yazıram 32 üstə 48 bölək 10. Bu bizə nəyi verir? 80 ona böləndə 8. Bu da mənə mənfi verəcək. Təbii ki mənfi cavabım olan bilməz. Cavabımız olar 8. Biz neyi tapdıq? X-i. X nə idi? Durğun sudakı sürət idi. Onda cavabımız olar A variantı. 16-da isə düzbucaqlı sübzağın. Bu olsun düzbucaqlı sübzaq. Düzbucaqlı katetlər 5 12-dir. 5 12. Onda hipotenuz nədir? Pifagora görə 13 tapa bilərsiniz. Bizdən perimetri soruşur. 5 üstə 12 üstə 13. 30 santimetr. Cavabımız B bənd olar. 17-də isə bərabərli sübzağın yan tərəfləri arasındakı bucaq 120'dir. Aha, kör bucaqlıdır. 120. Onda bu 30'dur uşaqlar. Bu da 30'dur. Çünki bərabərinin otacağı dişi bucaqlar bərabər idi. Bucağın yan tərəfinin uzunluğu 12'dir. Bura 12'dir, burada 12'dir. Daha sonra nə deyir? Onlar təpəsinə oturacağı qədər məsafəni tapın. Təpədən oturacağı qədər məsafəni tapın. Yəni bizdən nəyi soruşur? H-ı soruşur. Şöyle 30 dərəcə bucaq qaçınacaq. Katet hipotenuzun yarısına bərabərdir. Yəni 6'dır. Cavabımız olar B bənd. 18'də isə bir digərin daxilində çəkilmiş iki düzbucaqlının düzbucaqlıdan kiçiyinin perimetri 18 cm, böyüyün perimetri tapın. Aha, baxaq. Yox, mən çəkdiyim fiqura bax. Bu olsun böyük düzbucaqlı, digər də olsun kiçik. Aha. Deməli bu ştrixlənmiş hissəni təsvir edin, güya ki budur uşaqlar. Elə qələmə alın, zəhmət olmasa. Düşünün ki bu həmin. Deyil, bir digərin daxilində çəkilmiş iki düzbucaqdan kiçiyinin perimetri 18. Bu kiçiyin perimetri 18'dir uşaqlar. 18 olsa böyük perimetri tap. Tərəfləri verib. Deməli bura 2x-dir. Bunu silim. Burada x-dir. Böyük tapacağıq. Deməli 2x üstə gəl x vuraq 2 bizə 18 verir. Bunu dediyinə görə. X-i tapıb sonra yerinə qoyacağıq da. Bu bizə nəyi verdi? 3x 2 vuranda 6x bərabərdə 18 ise onda x-i tapdıq 3. X 3 ise buranı verib 2x plus 6. Yerinə qoysam 2 3'üm 6 3 6 12 böyük tərəfdir. Kiçik tərəfdə 3 üstə gələk 6 yəni 9. İndi 12 bu 9 bu. Böyüyün perimetri nə olacaq? P böyük yazıram. Bərabərdir 12 üstə 9 vuraq 2. 42 santimetr. Cavabımız olar D variantı. 19'da isə sistem tənliyindən fərqi tapın. Bizə 5x üstə gələk 4y bərabərdir 14'tür. 4x üstə gəl 5y 13'tür. Bizdən x minus y fərqini soruşur. Aha, baxaq. Fərqini soruşur. Çıxaq uşaqlar. Bundan bunu çıxaq. 5x-dan 4x çıxanda qalır x.
4y-dən 5y çıxanda qalır mənfi y. Bərabər nə? 1. Bizdən bunu soruşur. Cavabımız oldu C-dən. Bu qədər sadə. 20-də isə deməli nə deyir? Vətər nədə olurdu? Çevrədə olurdu. Onda söhbət çevrədən gedir. Deyir ki, AB və CD vətərləri Y nöqtəsində kəsişir. Bu nədir? Bu ellips oldu ki. Aha. Bu olsun AB, bu da olsun ta ki CD. Hansı nöqtədə kəsişir? Y nöqtəsində kəsişir. Lap gözəl. AY deyir 4'tür. Bura 4'tür. YB 9'dur. 9'dur. SY 6'dır. Bizdən SD'ni soruşur. SD'ni soruşur. Bütöv. Gəlin buranı tapaq, sonra 6 ilə toplayaq. Uşaqlar, vətərlərin xassəsinə görə 4 ilə 9'un hasili 6 ilə x-in hasilinə bərabər olmalıdır. Buradan tapırıq 6x bərabərdir 36, x bərabər tapırıq 6. İndi biz DY məsafəsini tapdıq, amma bizə CD-ni soruşur. Bura 6'dırsa, burada 6'dır. Cəmi eləyəcək 12 cm. Cavabımız olar C variantı. Daha sonra 21'də isə deməli üçbucaqda bu M'dir, N'dir, bu B'dir, A'da C'dir. Deyir paraleldir AC-yə. Deməli M'in paraleldir AC-yə. Lap yaxşı. MB 3'tür. MB bura 3'tür. AM isə 6'dır. Bura 6'dır. M'in 4'tür. Bizdən AC-ni soruşur. Şöyle yine baxın. Bununla bu paraleldirsə, bununla da bu nədir? Bərabər bucaqlardır. Onda ABC üçbucağı MBN üçbucağının nədir? Yazıram bunu. ABC üçbucağı oxşardır. MBN üçbucağına oxşar. Oxşardısa, onda uyğun tərəflərin nisbəti bərabərdir. Yəni, kiçik üçbucaqdan götürəcəm. 3'ün 4 olan nisbəti bərabərdir. Böyük üçbucaqda 3 ilə 6'ın cəmi, yəni 9'un x olan nisbətinə. Çarpaz vursaq, 3x bərabərdir 36, onda x bərabərdir 12 cm. Cavabımız olar D variantı. 22'də isə parallelogram verib bizə. B, C, A, D, bu da olar Y. İndi bizə nə deyir? Deyir ki, paralelogramda BY ABC-nin tən böləndir. Aha, nə gözəl. Bu, bununla bu tən böləndir. Bərabərdir. Deməli, AY-ni verib 6, YD-ni verib 4. Olarsa perimetr ABCD-ni tapın. Bütün paralelogramın perimetrini soruşur uşaqlar. Biz bilirik ki, paralelogramın qarşı tərəfləri paraleldir. Yəni, AD paraleldir nəyə? BC-yə. Paralel olduğu üçün, baxın, bu bucaqla bu bucaq nədir? Daxili çarpaz bucaqlardır. Bu nədirsə, bu da odur. Həmçinin bu da odur. Onda belə çıxır ki, burada 2 dənə oturacaqda, BY oturacağında, ABY üçbucağının BY oturacağında, oturacaq iki bucağa bərabərsə, onda bu bərabər yanı üçbucaqdır. BC tərəf nədir? 6 ilə 4'ün cəmi 10'dur. İndi bizdən perimetr soruşur. Perimetr nə olar? 6 üstə 10 vuraq 2. Bu da olsun bütöv paralelogramın perimetri. 32 cm. Cavabımız B bəndə olar. 23'də isə yenə uşaqlar bizə üçbucaq verib. Üçbucaq burada deyir ki, ABC-də A bucağı DB-yə, A bucağı DB, DYB deyir, DYB-yə.
Deməli, bu bucağı nədirsə, bu bucağı da odur. Alfa, alfa. DB 5'tir. Bura 5'tir. B'yi isə 4'tür. Yaxşı və D'yi YS'yə bərabərdir. D'yi bura YS'yə bərabərdir. Bura bərabərdir. Olar və 6'dır. Bu da 6, bu da 6'dır. Bizdən perimetr AD, deməli perimetr AD YS'ni soruşur. AD YS. Aha, bu hissənin perimetrini soruşur. Necə tapacağıq? Baxaq uşaqlar, birinci burada bu bucaq hər ikisində ortaqdır. Hər ikisində ortaqdır. Deməli, bir üst bucağın iki bucağı digər üst bucağın iki bucağına bərabərdir. Onda bu üst bucaqlar oxşardır. Yəni, belə deyim, DYB üst bucağı üst bucağı oxşardır CAB üst bucağına. Onda oxşar, daha doğrusu uyğun tərəflərin nisbəti bərabərdir. Yəni, kiçik üst bucaqdan başlayaq. Alfanın qarşısındakı tərəfin, yəni 5'in alfaya bitişik bircə saniyə. Yox, gəlin belə etməyək. Bu B bucağının qarşısındakı tərəfin deyək. B bucağının qarşısındakı tərəf belə qəribə formada verib. Gəlin uşaqlar, bura bir x deyək və alfanın qarşısındakı tərəfin götürək. Alfanın qarşısındakı tərəf nədir? 5'dir. Alfanın qarşısındakı tərəfin alfa bitişik tərəfə, yəni 4 olan nisbəti bərabərdir. Böyük üst bucaqda alfanın qarşısındakı tərəfin nədir? Böyük üst bucaqda BC tərəfidir. Yəni onun alfaya bitişik olan nisbətinə x üstəgəl 5 olan nisbət. Buradan x-i tapa bilərikmi? Deməli, 5 vuraq x üstəgəl 5 bərabər 4 vuraq 10. Burada alırıq nə? 5 vuraq x üstəgəl 5 bərabərdir 40. X üstəgəl 5 bərabərdir 40 böl 5, yəni 8. X bərabərdir 3. Aha. Mən onda AD tərəfini tapdım. Buranı tapdım 3. Deməli, mən digər haranı tapmalıyam? Bu AC tərəfini, bura Y deyirəm. Bu Y-i tapmalıyam ki, neyiniyim? Perimetri tapa bilim də. Həmin o dördbucaqlı figurun perimetrini tap. Onun üçün neyniyəcəm? Yenə baxıram. Alfanın qarşısındakı tərəfin kiçik üst bucaqda 5'in, düzdürmü? 5. Alfaya bitişiyə, yəni bu oturacağına da belə deyim, D'yə oturacağın nisbəti, 6'ya olan nisbəti bərabərdir. Alfanın qarşısındakı tərəfin, yəni yenə onun alfaya bitişik, yəni Y olan nisbəti. Buradan da tapıram 5Y çarpazlarında alıram 60'sa, onda Y bərabərdir 12'dir. Deməli, buranda aldım 12. Bizdə nə qaldı? Perimetr nə? ADYS'ni tapmaq. ADYS'ni nə eləyəcək? 3 üstə 6 üstə 6 üstə 12. Bu bizə nəyi verər? 27 santimetr. Cavabımız olar. Hə, açıq tipli idi bu. Bircə saniyə görüm düzümü yazdım. Bəli, uşaqlar. Neçə oldu? 27 santimetr. Perimetrimiz oldu. Elə bunun qarşısını yazdım da. 27 santimetr. Daha sonra 24-cü sualda isə sahəsi 60 kvadrat santimetr dalı tutacağım. Bu olsun dalı tutacaq. Sahəsi də 60
Kvadrat santimetrdə düzəltsən. Katillərdən biri 8. Perimetrini tap. Aha, katillərin biri verilib 8. Perimetrini tap. Katilləri hasilinin yarısı, da ki, burada x desəm, 8 vur x bölü 2 mənə verir 60, düzdürmü? Burada alıram x bərabərdir 120 bölü 8, 15. Deməli, bura 15'dir. Bura neçə olar? Da ki, deyim, y. Mən y-in kvadratı nəyə bərabərdir? 15'in kvadratı ilə 8'in kvadratı cəmi. Burada alıram y-in kvadratı bərabərdir 225 üstəgəl 64. 209. Onda y bərabərdir 17. Buranı tapıram 17. Məndən nə soruşur? Perimetri 8 üstə 15 üstə 17. 40 santimetr. Perimetrimiz olar 40 santimetr. Daha sonra 25-ci sualda isə deyir A ilə B-nin cəmi 6'dır. A kvadrat ilə B kvadratının cəmi 20'dir. Bunu nəzərə al deyir. Mənə deyir A üstü 4 ilə B üstü 4'ün cəmini tap. Aha, necə tapaq? Bunu bir balaca açaq uşaqlar. A kvadratı üstəgəl B kvadratının əvəzinə mən A üstəgəl B-nin mötərizəsinin kvadratı üstəgəl 2AB yazıb, daha doğrusu üzrsəm, çıxar 2AB yazıb. 20 yaza bilərəm. A üstə B-nin 6 olduğunu bilsəm, 36 bunun əvəzinə yazdım. Çıxar 2AB bərabərdə 20 yazsam, onda 2AB-nin alıram 16. Elə 2AB olaraq saxlayırım. Və yaxud AB bərabər 8 yaza bilərik. Hər ihtimala qarşı yazıram. Daha sonra mənə veriləndən istifadə edirəm. A-nın üstü 4 üstəgəl B-nin üstü 4. Yazıram. A kvadratı üstəgəl B kvadratının mötərizəsinin kvadratı çıxar. Hasilin kimisi. 2 vuraq A kvadratı B kvadratı. Düz müdür? Bərabərdir. Bərabərdir. Daha sonra yazıram. Bunun əvəzini yazıram. A üstəgəl B-nin mötərizəsinin kvadratı çıxar 2AB bunun kvadratı çıxar 2A kvadratı B kvadratı. Bərabərdir. A üstə B 6'dır. Kvadratı eləcək 36 çıxar 2AB nə edir? 16. Bunun da kvadratı çıxar 2 vuraq AB-nin kvadratı, yəni 8'in kvadratı. Bərabərdir. 36'dan 16 çıxanda eləyir 20. 20'nin kvadratı eləyir 400 çıxar 2 dənə 64. Bərabər. 400 çıxar 128. O da 272. Cavabımız olar 272 ilə belə də saxlaya bilərsiniz. Bu qədər uşaqlar, kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.